Şimşək TV izləyiciləri və aidiyyatı orqanlar, bugün sizə Tovuz rayon polis şöbəsində baş verən çox ciddi narazılıqları çatdırmaq istəyirik. Rayon sakinlərinin sözlərinə görə burada vəzifədən sui-istifadə hallarına geniş şəkildə yol verilir. Vətəndaşlar əsassız şəkildə şöbəyə çağırılır. Onların üzərinə narkotik vasitə ittihamı qoyulur. Rəsmi təsdiqi olmayan testlərdən istifadə edilir. Bəzi hallarda isə insanlar döyülür, alçaldılır, təhqir olunur. Məsələnin qarşısını almaq üçün biz ilk olaraq Tovuz rayon polis şöbəsinin rəisi Habil Əmraslanovun diqqətinə müraciət etdik. Məqsədimiz bu qanunsuzluqlara son qoymaq idi. Amma təəssüf ki, rəis bu halların qarşısını almaq əvəzinə onların davam etməsinə şərait yaradıb. Son hadisələrdən biri göstərir ki, məqsəd qanunu qorumaq yox, vətəndaşlardan pul tələb etmək olub. Belə ki, narkotiklə heç bir əlaqəsi olmayan bir şəxs toy məclisindən aparılıb, rəsmi təsdiqi olmayan testdən keçirilib və hüquqi məlumatsızlıqdan istifadə edilərək ittiham olunub. Biz bu barədə video yayımladıq. Videonun altından isə çoxsaylı Tovuz sakinləri yazaraq təsdiq etdilər ki, eyni şərlənmə və şantaj halları onların da başlarına gəlib. Amma daha dəhşətlisi, həmin vətəndaşlar sonradan şöbəyə çağırılıb, hədə-qorxu ilə şərhlərini silməyə məcbur edilib. Vacib məqam budur ki, zərərçəkmiş şəxslər, döyülənlər, təhqir olunanlar artıq bildiriblər ki, onlar aidiyyatı orqanlara müraciət etməyə və başlarına gələnləri ətraflı danışmağa tam hazırdırlar. İndi bir daha vurğulamaq istərdim. Bugün ölkəmiz xarici təhdidlərə daha çox məruz qalır. Belə bir vaxtda daxildə vətəndaşlarla əlaqədə olan bütün orqanlar, hüquq mühafizə inzibati strukturlar və yerli idarə etmə birlikdə dəmir yumruq ideologiyası ilə hərəkət etməlidirlər ki, xarici güclər bu birliyi görüb cəhdlərdən çəkinsin. Amma təəssüf ki, əksinə olaraq bəzi yerlərdə insanları bezdirib fikir ayrılığı yaratmaq mexanizmləri işə salınır. Bu, daxili cəmiyyət birliyinə zərbədir. Xüsusilə Tovuz kimi strateji rayonlarda belə bölücülüklərə yol verilməməlidir. Lakin görünən odur ki, burada Habil Əmraslanovun səlahiyyət dairəsində bu cür mənfi tendensiyalar mövcuddur. Mən milli maraqlara bağlı bir vətəndaş kimi dəfələrlə demişəm. Biz cənab Nazir Vilayət Eyvazovun apardığı islahatlara dəstək veririk. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz güclənir, ordumuz böyüyür, xarici təhdidlərə qarşı gücümüz artır. Amma daxildə Tovuz rayon polis şöbəsi kimi yerlərdə baş verən qanunsuzluqlar bu milli birliyə kölgə salır. İnsanlarda belə bir fikir formalaşır ki, islahatlar sadəcə sözlərdə qalır. Halbuki biz xalq olaraq dövlətimizin ətrafında sıx birləşməliyik. Prezidentimizin apardığı siyasətə dəstək verməliyik. Milli ruhumuzu gücləndirməliyik. Çünki Tovuz xalqı dövlətinə sadiqdir. Amma Tovuz rayon polis şöbəsində baş verənlər sanki bu sədaqəti, milli ruhu sındırmağa yönəlib. Biz istəyirik ki, Tovuzda heç bir vətəndaş haqsızlığa məruz qalmasın. Heç kim əsassız ittihamlarla üzləşməsin. Vətəndaşların haqq səsi susturulmasın.